16 dekabr 2024-cü il tarixində Lənkəran Dövlət Dram Teatrı yenidən Akademik Milli Dram Teatrının qonağıdır. Oktyabr ayında bizim teatr ana səhnədə 2 tamaşa ilə çıxış etmişdir. Bunlardan biri Cavid Zeynalının Tanrı quşu gəlmədi, o biri tamaşamız isə Kamal Abdullah'ın Cəsus tamaşası idi. Bugün də tam yeni quruluşda Məhəmməd Hüseyn Əliyevin Prokuror tamaşası ilə çıxış edəcəyik və hər 3 tamaşanın quruluş rejissoru bizim teatrımızın baş rejissoru Anar Babalıdır. Bu tamaşa Azərbaycan Respublikasının xalq şairi, əməkdar incəsənət xadimi Məhəmməd Hüseyn Əliyevin eyni adlı piyesi əsasında hazırlanmış Prokuror tamaşasıdır. Prokuror tamaşası çox istedadlı bir rejissor, Respublikamızın tanınmış öz dəstə xətti olan Anar Babalı, Anar Sadıqovun rejissor əsəridir. Bu tamaşa artıq bir neçə rayonda oynanılır və çox gözəl bir əks sədası da var. Burada süjet xəttini yəqin ki, tamaşaçılar artıq bilir, seyr edənlər. Məqsəd gənc nəslin təlim tərbiyəsi, vətənpərvərlik ruhunda böyüməsi bu məsələlərdir və mənə gəlir ki, buna da nail olunur. Məhəmməd Hüseyn Əliyevin Prokuror əsəri artıq ikinci dəfədir ki, Lənkəran Teatrının səhnəsində tamaşaya qoyulur. Birinci dəfə Baba Rızayevin quruluşunda hazırlanmışdım. Mən o vaxtı gənc aktyor idim və Müstəntiq Almazov obrazını oynayırdım. Amma ikinci dəfə bu tamaşaya müraciət olundu. Anar Sadıqlının hazırladığı bu əsərdə isə mən Səlimxan Haqverdiyev obrazını oynayıram. Çox samballı və xoşagələn bir obraz olduğu üçün mən onu çox sevirəm və sevərək də bu rolumu oynamağa çalışıram. Əvvəl əsəri oxudum, doğrudan tərəddüd elədim. Gördüm ki, çox çətin roldür. Bu rolda gərək cilddən cildə girə biləsən, tez-tez dəyişiləsən. Amma dedi ki, mən bunu səndə görürəm deyən, bəs oynayacaqsın. Tamaşada olan düyünləri Şirəhmədin üstündə qurulur və bu düyün nöqtələri Şirəhmədin vasitəsilə açılır. Müstəntiq obrazını nətər indi yaratmışamsa, onu sözsüz ki, tamaşaçılar qiymətini verəcəklər. Mən özüm bu obrazda özümü çox rahat hiss edirəm. Yəni, mən bunu çalışmışam, obraz şəklinə çıxardım bunu. Bu böyük mədəni bir hadisədir. Bu əsərin 40-45 illik deməli tarixi var. Əvvəllər də bu əsər Lənkəran Dövlət Dram Teatrının səhnəsində canlandırılıb. Baba Rızayevin, rejissor Baba Rızayevin deməli quruluşunda. Bundan başqa Azərbaycan Dövlət Televiziyasında Prokuror əsərinə Kazimovski, rejissor Kazimovskinin quruluşunda səhnələşdirilib. Bütün bu dövr ərzində prokurorun ideyası, leytmotivi, bugünkü günlə səsləşməsi tələbata uyğundur və bugün Azərbaycan səhnəsində qoy ədalət zəfər çalsın şüarı ilə bu mərhum prezidentimiz Heydər Əliyevin qoy ədalət zəfər çalsın şüarı ilə yazılmış bir əsərdir. Bu əsərin qəhrəmanları bugün sıramızda olan həm hüquq işçiləri, həm digər deməli işçilər səhnədə, bu səhnə təcəssümündə yeni fikirlər, yeni deməli canlanma, yeni düşüncələr görəcəklər. Mən buna çox sevinirəm. Ümidvaram ki, bugünkü tamaşamız da tamaşaçılar tərəfindən gürültülü alqışlarla qarşılanar.